Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı başladı. Soy Production'ın təqdimatında. Eşkin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qanoyalım. Eşkin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qanoyalım. Yaşımı 20'ni yadlayıb keçir, yaşımı 20'ni adlayıb keçir, gözlüyə bilmirəm il qanoyalım. O qədər dedin, gələcəm. Gəlmədin dana, gəlmədin. Svoliç. Nətər olur? Xaxın kişiləri heç olmasa belə bayramda yadda gəlir, arvadı görür, yebil oturursan, heç elə bilsəyən burada belə mamlı matan, şıllaq atan, gözəl göyçək, mamlı matanı arvadın da yoxdur. Yaxşı görümsən Allah. Neynirəm qocalanda səni? Baharında gəlməyəni, qışımda neynirəm? Məhəbbət! Hardasan ağa? Məhəbbət! Ay Allah, ayaqlarım öldürür məni. Ağız, neynirsən orada? Xanyankan gəldi, xanyankan. Sonra danışarım. Sən gedginən bu sevgi məktublarını, danışıqlarını karabolda elə girəndə. Can. Mənim dilim ağzımda yansın, sən də dinə həri. Həri. Ağa, Maqbetin qohumları düz 23 nəfər. 23 nəfər salıb dalma getirmişəm öyə ki, gəlin bizdə qalın. Amma mənim ağzımda dilim yansın. Ay, ağzımda dilim yansın. 3 dənə doğulan vardı burada qapının ağzında. Deyirəm, burada neyinirsiniz? Deyir, sadı gözləyirik. Bakiri öydən bizə pul gətirəcək. Nə puldur elə? Mənim ağzımda dilim yansın. Gedələr orada mı, getdi mi? Yox, oğladım, bilmirəm daha getdilər ya yox. Deyəsən, getmədilər. Ağa, qulaq askinə, mən bu 23 nəfəri gərək bu günləri yerləşdirəm bu öydə. Sən belə elə, götür qardeşim də girin harada istəyirsiniz yatın. Mən də burada cəmaatı üst-üstə yatırda bilmərəm ki, elə deyil, hə. Belə eləyin, get, amma sabah səhər sübdəndən burada ola, eşitirsən. 23 nəfər dalma erkeği dişi salıb getirmişəm. Kül mənim başıma. Səni yaman günə qalasan Sevda. Sən bunları yox, toydan çağırdın bura. Ne işin var idi? Hətta çıxıb gedəyirlər də. Bir avtobus, bir qazel, ay kişinin qızı. Ne olar? Adam adama təklif eləyər də. Məhəbbət, məhəbbət ölürəm, məhəbbət. Bu nə zülüm idi biz işdik. Amma mənim ağzımda dilim yansın. Başım döndü mənim. Yansın dilim ağzımda. Can, nəsə olub? Ağız, da bundan artıq nə olacaq? Görmürsən nəsə olub? Və görmürsən nəsə olub, ay məhəbbət. Mənim ağız neyvə görə idi. Gəliblər toya bu Maqbetin qırılmışları. Gəliblər də bir avtobus. Yedilər, içdilər, stoldakıları da süpürlədilər sada kuloklara. Qoy rədd olub çıxıb geçsinlər də. Birdən durdum ayağa sındıra. Kimsənin başına elə. Bəlkə gedəsiniz bizdə qalasınız, gecə vaxtı yol çıxmayasınız. Hücum çəkdilər üstümüzü, gördün. Hücum çəkdilər üstümə, ay bacı. Dağıtdılar öyümün bütün küncünü, bucağını, künc-bucaq qoyublar bəyə. Vay. Nəsə eləyiblər. Daha neynəməyiblər? Sən neynirsən bu basa-basda? Sən nə Hayır halisən? Can, nə eləyiblər? Neyniyəcəklər taxtaya gələ? Buna bax. Qəndi atırdı ağzına, üstündən də konfeti işləyirdi. Belə şey görmürsən ay bala. Belə şey görmürsən. Bir işkanla, bir dənə konfet, bir dənə qıçat. Nə də oradadır qənd. Bir dənə konfet, bir dənə qənd. İnanırsan qutu. Mən belə şey görməmişəm ay bacı. Çəkmə. Can, anan ölsün ay bala. Anan ölsün ay bala. Eski bu hara, dixlomosara, bu hara, domestosara. Ayda. Pardon. Neylədin anam, hə? Hacan. Bütün hər yeri dixlafozladı. Əcəb elədi, üf. Ürəyim asma gəldi. Üf, biraz dalı deyən. Baba, toyda kabablar yiyiblər. Aha. Sivilə hamısı atıblar kravatın altına. Ay Allah, da belə dəyişilik ola. Belə görməmişdim. Ya, mənə bax, ağzı oyun elə günən. Qurban olum sən.
Kömək elə ginəzə Ürək sevgiyə. bulanır. Bu evləri əməlli başlı dixlafoslayın. Üstündən domestos, üstündən sirkə, üstündən da belə bilirsən hər tərəfi ya gül kimi eləyin ha. Sonra mənim özümlə Sən gəl dixlafoslayarsınız. mənə, sən gəl mənə. Az, bu qohum əqrabamızı tanıyırsınız da. Belə pinti pasaq adamlardır. Nə töküşdürüb gətirdiniz? Bu, yeyiblər, içiblər, sabahdan dağıdıb, töküblər. İndi qalanı da mən yazıq təmizləməliyəm. Ay məhəbbət, anamı tanımırsan? Necə deyim? Mən nə deyirəm ona deyir ki, özün bilərəm, işində ol ginən sən. Öz işinlə məşğul ol. Ben ona söz demək olur. Ay Nəysə. ya. Məhəbbət, bayaqda mən işləyirəm. İndi gələ bunu. Bunu. Gəl bunu da. İndi davamı da sən elə də, mən yorulmuşam. Nə qədər edeyim mən? Davamı da sən elə gör nə olur. Davamını? Hə də, yəni axşama kimi də bir gör elə də. Axşama kimi? Niyə bunlar it boğuşdururdular? Sən elə gir otaqlara bax. İt boğuşturmaq nədir? İt boğuşturmaq onun yanında yaxşı. Deyəcəksən malqaradır bura. Ay, belə şey yoxdur. Yeyin, için, kef eləyin. Mən gəlim, mən priçom. Sizin zirzibilinizi yığışdırmağım az idi. İndi qonşunu da, qohum əqrabanı da gətdiniz, tökdünüz bura. Az mən tək canıma bunları nətər eləyəcəm? İndi tək eləmə də Bakıyı da çağır. Mən də eləmirəm. Mən həmişə burada kraliça kimi yaşamışam. İndi mən nə edeyim? Eləyirik də, bir-birimizə kömək eləyik. Get Bakıyı çağır, bir işə yarasın. O da sənə kömək eləsin. Təmiz nervi çat oldum. Az Bakır kişi xeylağı nətər kişiyə deyim ki, əlinə pol əskisi al, gəl evi yığışdır. Adama bir baxmaq baxar, sıçan deşiyini satın alaram. Qoy, Bakır şahla şilə yemir ki, bığları yağa batar. Bakır kişidir, mizaçda jiznində stəkanı götürüb buradan bura qoymaz. Kişidir Bakır, ömründə işləməz. Qav yumaq nədir, pap-paltar yığmaq nədir. Bakır elə şey mi eləyər? Mən bunu Bakır'a deyə bilərəmmi ki? Bu nədir? Bu nə yaşayışdır? Mənim günümə bax, mənim günümə bax, Bakır. Ay, öldüm bu nədir? Nə olub? Ay, bunlar ev, ay məhəbbət, bunlar burada yatmağa gəlmişlər, ya futbol oynamağa gəliblər bura. Ay, nə olsun ki? Eləyiblər də yığışdıracaq da. Bax, bizimkilər bunlardan da betərdir. Yığışdırmalıyıq da, burada qalırıq da. Hamam turet bilirsən nə gündəydi məhəbbət. Az ayaqlarını soxublar, palçığa başlılar evin içində gəzməyə. Bunlar çöl bayır görməyiblər. Bunlara deməyiblər ki, burada adam yaşayır, ördək yox. Ay, heç zad olmaz. Nağayrıq indi, yığışdırmalıyıq da. Biz nə yığışdırmalıyıq? Nağayrım! Gedim zəng eləyim, 23 nəfər qazellə adam gəlsin, təzələnə qalsınlar, bir də çirkləndirsinlər, bir də yığışdıraq. Harada gəlsən yenə bizim boynumuzdadır. Canım çıxmasın yığışdıraq. Məhəbbət, ürəyim ağzıma gəlib. Niyə? Starişdi salan, göy xiyar, pomidor, işlənmiş zıbaçisko. Zıbaçisko üstündə belə ətlər var idi məhəbbət. Ürəyim ağzıma gəldi. Bəs də, adam hər gördüyünü danışmaz. Tez o bura əl-ayaq eləyə, keçə gitar böyük yevə, gedək orada Mən götürəm. böyük evi təmizləməyə halım qalıb. Ölmüşəm mən burada məhəbbət. Mən ömrümdə bir dənə paltarı götürüb burada ona qoymamışam mən. Canın çıxar eləyərsən. Yox, mən işləyim, sən yiyəsən. Turetin iyi getməyib, hərəyə yaxınlaşam. Ədi yaxşı da. Qabiliyyətsiz. Axır gedişimiz olsun. Axır gedişimiz olsun, heç gəlişimiz olmasın, heç. Dəyişilər, qaraçılar. Yaman günə qalasız elə. Baba buna iti Ayağımız gəlir. corab görməsin elə. Az belə zülüm dərd olar, ay Allah, ay Allah, ay Ay Allah. mama, Bunlar adamdılar. buna özlər bilə-bilə belə eləyirlər məncə. Belə şey olmur. Bunlar adam balasıdırlar. Belə şey olar. Bir gün bu qədər zibil çıxar. Benim qopdu da mənim. Ay Allah, bu nə zülm idi? Buna da deyiblər. Barmaqlarınız elə süzün qurusun. Qurusun süzün barmaqlarınız elə. Mama. Sən necə oldu bu qərara gəldin, gəlib qaldılar burada. Necə oldu bu? Uf. Heç nə. Adam bildim də. Adam balası bildim bunları da. Ağız yedilər, içdilər. İnanırsan sevgi.
o xarta atdım mahnısı var. Onun bir də ki matani. Adam nə qədər matani oynayar. Adam nə qədər matani oynayar. Sizin matağınız çıxsın elə. Çıxsın sizin matağınız elə. Ondan sonra dedim yaxşı deyil, qoyumdular da. Aton ölmüşün tayfası da qırılmışları da. Elə ağızıcı ya, belə yalanla. Stolun da üstündə heç nə qoymadılar. Ay bacı biabır oldu. Nə qalmışdı? Kababı, kübabı, əziyi pomidorlara qədər doldurdular setkalara. Elə belə dedim ki, yol uzaqdır, hava da qaranlıqdır. Bəlkə gedəs bu gecə bizdə qalaq, səhər ged. Vay, qələt elədim. Bir qazel adam, ay Allah hücum çəkdim üstümə. Ay Allah hücum çəkdi, ürəyim partladı. Dağıtdılar öyümü. 3 illik zapasımı yiyiblər. 3 illik qəndimi, konfetimi, düyümü, qreşkamı. Buna Mama, nə durublar? indi Gəl. Mənə görüm onu. Mama, bax onlara yaxşılıq elədin, bizə nə elədin, bizə pislik elədin. Pis elədim. Hə, Mama bəlkə onlar 2 dənə bir qadın çağıra yığışdırsın. Mən belim qopur, vallahi eləyə bilmirəm. Mən ömrümdə bu qədər iş görməmişəm. Sən cancı, mənim də bir köpük pulum yoxdur. Sən varınsa çağır ginən. Özü soruşmaq ayıb olmasın. Bu şeydir, mən bu zadı məhəbbəti bu evə damafon qoymuşam, ufravdom qoymuşam və bu məhəbbət nə işlərinə baxır, nə qələt eləyir onda bu. Qardeşi də ki, ağzı günə yatır. Gəlsin, əlinə verin, köməkləşin, yığışdırın. Keşke de oranı yığışdırım. Oran yox. Oranı Nə oran yığışdırıb duyuram? Mən canım çıxmır mən burada məhəbbət. Bir dənə telefonları götürərsən divara, ha. Yox. Qalırsan, mənlə para var. Buranın işi bir həftə qutaran deyil məhəbbət. Mən buranın işi görüb qutara bilərəm buranı. Dədənizin hambalı deyiləm mən. Məni bu dünyaya sizə hambal doğmayıblar. Bildin? Kim töküb özdə yığışdırsın? Eşək kimi işləyəm, gətirəm, qoyam qabağına yeyəsən. Allah vurmuşdur. Nə eləməliyəm, mən kişiyəm də, mənim işim yeməkdir də. Amma Mən də nəyəm bə? Mən də qabağınızda qulam. Ay, boy. Bunlar nə günə? məhəbbət, bu insan əməli deyil, məhəbbət. Adam insan belə şey eləməz. Bura sənə kimi 5 dənə kötan lazımdır ki, günə qutarsın bu işi. Nə qayraq? Sevdanın qohumları da bir söz deyə bilmərik. Sevdanın da bildiyi bir şey var ki, bunlara heç nə deyəmir. El aləmi başarmadığı sevda bunlarla başaramır. Biz nə edə bilərik? Məhəbbət, eşidirsən? Bunlar deməli qazeli gətiriblər baseynin qırağına. Qazelin palçığını baseynin suyu ilə yuyublar. Məhəbbət, pristavit eləyirsən sən. Onları görəndə mən görəm 2 kəlmə bir dənə söz deyərdim. Onların sifətinə adam Ay, mən nə də. deyə bilərik? Qazla gedir sən də. Heç nə də deyəmərik. Heç bir şey deyəmərik. Bizim işimiz odur ki, elə buraları yığışdıraq. Adam deyirlər ki, belə biabırçılıq mı olar? Nə edeyim, mən məhəbbəti danışıram, sakitləşirəm də, özümü sakitləşdirirəm də mən də. Sana bir söz deyim, məhəbbət, bunlar 100% sevdadan nəyinsə qisasını alıblar. Mən sənə söz deyirəm. Yoxsa insan zehni bu tərbiyəsizliyi fikirləşməyə qadir deyil, məhəbbət. Nə danışırsan? Buyur. Deyirəm, deməyim, amma baxıram ki, yox, bir də baxıram ki, deyirəm. Ay, yekə zənən xeyir lazım. Kuxunada bir qab var idi. Yarə, nə bilim, mən də arvadam da, mən də ağzıma bir qısma çörək atıram da. Denən də, az denə bunu yeyibsən, krantdan sizə su da gəlir də. Yox, at qırağa da. Valla, qabın içində elə bir qır qaynatmışdılar. Elə bir ki, çəngəllə asfalt qazımışlar. Ay, dəsmalı görsəydim, elə bir ayaqqabıları silmişdilər. Belə adamlıq mı olar? Mən sənə deyim, ya bunların qabiliyyətləri budur, ya da elə sən deməli. Bunlar sevdadan qisas alırlar. Amma nəyin qisasıdır, səsi çıxacaq biləcəm. Mən onu biləcəm. Bu zivilləri götür buradan, onları da götür, yığ, gətir. Məhəbbət! Bağızma gəldi. Ha! Çağırdı, deyəm, onları yer. Deyəm, oy, jaketim. Deyən görüm nə deyir. Mən hardan başlayayım? Kar oldu yenə. Gəldin. Heç kim yoxdur orada zaten bir adam. Yo, nə olur? Məhəbbət. Sən bilsən də mən çoxdandır kişi görmürəm. Kişi? Az ər də yanıda. Hə. Ərimi.
Aha. Sən bilərsən amma. Mənmi? Ədə sənin yarın sverjit də. Mənə gör neçə illərdə qoyub gedib bir qret. Nə olub axı? Ər arvad qonaq gedəndə gecə saç yolcusuna çıxırlar. Bu nə temadır? Bu nədir? Tük. Nə tükü? Nə tükü? Yorğan döşəyin üstündə o xarta tük var idi. Qırvatın bütün yanı zadı, hamısı tük idi. Saç yolcusuna çıxırlar. Bunlar niyə saç yolcusuna çıxsınlar ki? Bəs o tükardan deyil. Stolun altı, qab-qacaq zat, hamısı saqqız deyə çeynəyiblər, yapışdırırlar. Ay sizin vəhşilərimizin ata-batasına lənət. Ha, Sevda Ata xanım, batasına Sevda xanım, mən bağışlayın. Bizim ayağımızın altına sizin bu qohumlarınız var ha. Ha, bunların mən belə Ada, sən gör, nələr görmüsən ki, dilə gəlmisən, Sən ləlöyün şeysən, üzüm ayağımızın altında sözünü bilməzsən. Bunlar görsən nə dərəcəyə çatdırıblar. Biabırçılıqdır, Bakir, nə qələt idi mən elədim. Vay, 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 vay. Hər yer gərək dezinfeksiya olsun ha, eşidirsən? Hər yer gərək dezinfeksiya olsun. başa düşürəm, Sevda xanım, başa düşürəm. Siz də mən görürəm nə hala düşmüsünüz, hansı vəziyyətdəsiz. Vəziyyətim Ha, tamam. bunlar lap çinqaçokdular, Sevda Lap, xanım. lap, Ha, lap, bunlar lap. adam biabır eləyən nəsilləri. Sən məncə necə toyda özlərini bir ləyəqlə aparırdılar. Ay, başlarına deyilsin olan layiqli aparmaqları. Ha. Toydu da. Stolun üstündə nə vardı? Ay qardaş. Hamısını ötürdülər içəri. Hələ bir toz soğrandılar. Yeyə bilmədiklərini də stavisini qatdılar zada vinegredə. Torbalar getirmişdilər belə, salafan torbalar. Tökdülər onun içinə. Qalan kababları tökdülər onun üstünə, üst-üstə. Kişiləri ortadan çıxartmaq istəmirdi. Xatuban oynayırdılar. Kişilər xatuba. Arvadlar da bir addım. Gəl mənə addım mahnı təzə çıxıb. Ona 100% bilirəm mən eşitmişəm. Vay. Pasçaqdılar da, pasçaqdılar. Adam Arvadlar da sad oynayırdı. Nə də oynadı? Matani. Matani. Kim oldu kəpəmizə? adam biabır eləyən Kim oldu nəsil deyə bunlar təpəmizə? Sevda xanım. Vay, Bunların Vay, biabırçılıq. Sevda xanım, evdə hər addımda bir iz qoyublar ha, hər addımda. Bilirəm. Evdən elə bir pətənə iyi gəlir evdən. Adı yaxşı da danışma yine. Qabil kimdir adı? Habil kimdir adı? Bakir, sənə and verirəm ölənlərimin yoluna. Orada bir dənə yekə 20 litrlik vedrəmiz var. Kələmzad bağlayırlar içində. Onu deməli içinə tökürsünüz xloru. Onun üstündən kislatanı. Kislatanın üstündən tökürsünüz naftalini. Naftalinin üstündən tökürsünüz şampun. Paraşok şampun mənim şampunum amma deyməyin ha. Orada qoymuşam. Elə belə şampunla. Elə putulka tökün üstünə. Olan hamısını yaxşı qarışdırırsan, eşidirsən. Aşağıda dezodorantlarım da var. Bunların hamısının qapı pəncərələri, pataloku, yeri, göyü hamısını silirsən, təmizləyirsiniz. Ondan canım sərcə üstündən zat vurursun, dezodorant. Fıs-safız də sabaha çağırmışam, fıs-safız dedim. Sabah epidemi stansiyadan gələcəklər. O bilirsən də olan zadını yanlarında olur belə zat, qaz balonu. Ada bir cavab ver də. Nədir bu soğuğun adı? Fıs da, fıs. Ay Allah, sənə qurban olum, ay Allah. Gedə elə belə deyə. Mən birdən iki mənim bu işləri görmüşəm Sevda. Ay Allah! Mən özü çatdırış tapmışım. Ay Allah, qurban olum sənə. O pomadoru ora kim vurub? Əliniz qurusun. Pomidor yiyən dodaqlarımız qurusun. Abruvuz bükülsün sizin, abruvuz bükülsün. Hansı zəmanədə yaşayırıq axı biz? Pastelin üstünə klok salmaq nə deyə? Buna bax, bütün əlim yağbal oldu, yağbal. Gecə vaxtı yağbal yeyərlər. Sizin mən nə? Bu nə dost?
Buranı da zibil gününə qoyublar bunlar. Oyda. Ne günə qoyublar ha buranı? Buna bax, buna bax, buna bax, buna bax. Buna bax, zibil günündədir, zibil günündədir. Toyda da oyunca yeyiblər, yeyə bilməyiblər daha doğrusu. Gətiriblər burada, basıb yeyiblər hər şeyi, zibillərin hamısını atıblar bura. Sevgi, sənə bir söz deyim, açığı səndə də var ha belə şeylər. Bu qohumların da elə sənə oxşayıblar. Ha, sizin amırınızı biraz pulunuz, biraz da məhəbbət örtür ha, deyin biləsən. Sən qalsa yediyimin üstündə yatarsan sən. Ay qardaş, okey, mən də yemişəm də pasteldə yeməyə, nə olsun, normaldır. Amma dayı, axşam vaxtı zavtrıq eləməmişəm də. Axşam vaxtı yağbal yeməyə nə deyir? Bacı, səncə bir dənə xahiş edeyim də sənə, mən buranı silirəm bu zibillərdə. Sən bir dənə get, bir dənə şeyə bax da, hamama bax, gör, orada unvanik qırıblar, nə duş qırıblar, nə bir dənə onu düzəltlə. Amma Maya tayfalarıdır bunlar. Mən unvanik düzəldən hə burada Sevgi. Da neyini yeyək, da neyini yeyək. Ay, yaxşıdır bunlar çıxıb gedəndə evi yandırmayıblar, böyük şeydir. Əlimizi bulaşdırmışıq da, neyini yeyək. Baxım görüm nə edirəm mən. O nədir? Sevgi, o nə kloklardır elə? Nə bilim, mən yuxarıda matrasda bilmirəm kim qalıb, kim yatıb orada. Orada cotdu axı matrası. Qoyub bunların göçü yumuşaq olur da. İndi Şəhədi gili qalmışlar. Bibin ərazət elə o tərəfə. Bibin gili qalmışlar orada. Onlar əlbət səriblər. Sədi də sədi. O həyasız bibinəri. Amma Qaragündür. Arvaddan it kimi qorxur. Gün ortalar Qaragün gedir. Yayın istisinə baxmır, kabab çəkir. Qışın soğuğuna baxmır, kabab çəkir. Ağzı nədir ki, çəkməsin. Bibin onun anasını ağladar. Nəysə, mama, mən bilmədim, sən nə danışdın, nə elədin, sənə qulaq asa bilmirəm, çox yorğunam, bağışla məni, amma biləsən, mama, yuxarı, bütün hər yer yağ baldır, yağ baldır. Mən orada yoruldum, onu əllərim şirəş-şirəş olub, bütün yağlı olub. Mən bilmirəm, bunlar yeməyi ağızlarını yeyiblər, bunlar səhər yeməyi yeyirlər, gecə nə edirlər? Divara yedirdilər yeməyi, göyə yedirdilər, matrasa yedirdilər, heç başa düşmədim. Nə bilim, valla, vəhşi kimi şeydirlər, bunlardan nə sön çıxar? Bibim masajistka bəlkə elə toyda kiməsə deyib ki, 50 manat ver, gedək sənə masaj eləyim. Buradan da qazancı var, toya atıb baxı bir 30 manat. Masajist bebi. Mən nə bilim, atam tərəfi tanıyım. Bəli, bəli. Axır zamanlarda masajistlik eləyir. Nə eləyir? Bəlkə də elə Qaragün Sədini masaj eləyib, ya indi Sədi bunu masaj eləyib. Yağla, balla, bilirəm bəyəm ki. Bakir! Ay Bakir! Bakir, sənmi? Eşit hələ gör, nə deyirəm ha Bakir? Deyirəm, bunların soyu kökü kəsilsin. Ay, çox mundardılar, ay, çox görməmişdilər. İnanırsan, bax, mən də görməmişəm. Görməmişəm də. Amma Sevda görməmişidir. Amma əslində görüb, elə bil ki, götürüb, gətiriblər, görüb, amma yenə görməmiş sayılır. Ay, bunun qohum əqrabasına nə deyim, biavrolar bunu. Evin ortasındaca yekə teşdi qoyub, çimiblər. Heç olmasa ağlayırlar, altından qlyonka səriflər ki, su ora-bura sıçramasın. Deyirəm, Bakir, görməmişdik olar, amma da bu səviyyədə yox da. Bu nəsə başqa söhbətdir. İstəyirlər ki, bunlar belə Sevdiyə od qoysunlar da. Bax, bu qəsdən söhbətdir. Sənə söz deyirəm. Nəcan? Nə olur? Bakir, Ha. sən burada döydün? Yox, aşağı düşmüşdüm. Ay Allah, sənə qurban olum, ay Allah. Elə bir günən ki, domda bacıda geziblər. Bu nə day, başıma dönüb, bu nə day, Allah. Televizorun şüşəsinə bax, ay Allah. Nə yaxıblar adı ona, nə yazıblar ora, nə... Yəni, havalı. Xəbərlər də başlayır. Hər vaxtınız xeyir olsun. Xəbərlər efirdədir.
Dünya İqtisadi Forumu su və havanın ödənişli olmasını təklif etdi. Dünya İqtisadi Forumunda su və hava üçün pul ödəmək təklifi ilə şeytani bir planın toxumları səpildi. Çıxış edən ekspert su, torpaq və oksigen kimi ən əsas insan ehtiyaclarının artıq hər kəs üçün hər zaman pulsuz və məhdudiyyətsiz olmamalı olduğunu iddia etdi. İdeya gerçəkləşərsə, havaya vergi qoymaq zarafatı gerçəkləşə bilər. Salamun aleykumun. Mən deyəndə lağ eləyirdiniz. Deyəndə bunları boş verin, gün gələcək hava da pulla olacaq. Lağ eləyirdinizmi? Dediyim oldu mu? Onsuz əvvəldə elə hər şey deyirəm, lağ eləyirsiniz, sonra hər şey gəlib gerçəkləşir də. Deyirəm, zarafat, nətər bu? Yəni bildiyin hava vergin olacaq da, hə? O söhbət yığışılacaq dəqiq. O söhbət var, oturursan bir dənə bağlı məkanda səni gəl çıxaq hava alaq. Kimdir bundan sonra onu deyən? Hava alaq nə də? Kimin kartından alaq? Elə o söhbət bir də axırıncı nə eşitdiniz elə bu vaxtlarda eşitdiniz. O söhbət yığışıldı. Nətər yəni bu hava? Bu necə olacaq ki, başa düşmürəm. Yəqin bunu da nə cür həll edəcəklər də. Bu işə pulunu verməyəndə gəlib kəsirlər, qaz pulunu verməyəndə, nə bilim, nəsə su pulunu verməyəndə. Bu hava pulunu verməyəndə nətər keçəcəklər? Bunun hansı mexanizmdən hesablayacaqlar? Şotçika hara qoyacaq? Su pulu odur ki, krantda evdə su bildim, qaz turbaları gəldi, çəkdilər, getdilər, təhlükəsiz yox. Bu havanın, mən uduram da, bax, bu havanın şotçikini hara qoyacaq? Hara qoyacaqlar? Yəni bu necə biləcəklər ki, mən onları alladırım yoxsa allatmıram? Bu nətər olacaq? Əvvəldən kartan bu balansını qoyarsan, yoxsa bir ay müddətində borclu qalarsan, sonra kəsəcəklər nətər? Bu su pulunu kəsəndə adam nə cür fırladı 2 gün, 3 gün bu havanı kəs. Mən bir dəqiqədən sonra öləcəm də. Bu nətər olacaq? Bu necə mexanizm olacaq? Elə bir ki, kimsə çıxır havaya, hava almağa pulu verməyən adam avtomatik siqnal verəcək ki, müftə çıxdı hava almağa, belə deyəcəklər. Nə bilim, yəni bu fikirləşmə yəqin bunu da keçəcəklər. Yəni yəqin bu yolunu tapacaqlar. Özdə hər hava qiyməti eyni olmayacaq ki. Bahalı hava dağ havası. O söhbət var ya, bir dənə qardaşlar yığılaq gedə söhbəti yoxdur. Dağa çıxdınmı havanın qiyməti bahalaşır. Bunun dağ havası var, dəniz havası var, meşəli, yaşıllıq havası var. Onlar baha hava olacaq. Ən ucuz hava onun olacaq probka havası. Bu, nə bilim, şəhər havası, bu cəmaatın sıx yaşadığı kompakt ərazilər var. Onlar ən ucuz hava olacaq. İndi sən seçməlisən də maaşına görə, qazancına görə, hansı havanı istifadə etmək istəyirsən. Dağ havası istifadə etmək istəyirsən, şotçikdir. Yəni, Bakıda o şotçik, nə bilim, bir aya qutaracaq, o qoyduğun limit, balans. Dağa çıxdın 3 günə qutaracaq. Bir də, bu səndə, o alt gündə zatda bir-birinə hədiyyə zad alırsan, ona hədiyyə. İndi hədiyyə sənin olacaq. Elə bir ki, mən rayondan gəlmişəm. Qardaşın rayondan 50 manatlıq hava gətirir. Yəni bu, sən onun ömrünü uzadırsan, başqa cibinə pul qoymursan, telefon almırsan, qardaş. 50 manatlıq dağ havası gətirmişəm. Ağzını aç, şılanını verirsən, kasat deyirsən, onun ömrünü minimum 3 ay uzatdın mı, qardaş? Bundan gözəl şey 50 manata görə. Belə bir abışlıq olar. Deyir, hava da deyir pulla olacaq. Ay başımıza dönüm. Hava pulla olacaq. İndi utduğumuz havaya da pul alacaqlar. Necə olacaq o? Hamı hava balonunda gezəcək? Ya onun bunun havasını oğurlayıb udacaq? Çaşıb qalmışam valla. Eşidirsən, qonşuluqda 2 qat bayram. Yazır abi. Ova eləyir, kampaniyadır. Eşidirsən, gedirsən ovaya. Sənə spisokda nə yazmışam, hamısını alırsan. Demək yazmışam, yəsiyənzən bu illərdən, yəni ki, ələmşah düyülərindən hər biri sənə qəşəng belə lotareyada şans qazandırır. Elə ki, aldın, gəlirsən, Oba Plus mobil tətbiqindən keçirdirsən kassada. Yəni ki, qəbizdəki o QR kodu lotareya.oba.az saytından oxudursan. Axırda lotareyada iPhone 17 Pro, telefonlar, paltar yuyan maşınlar, alış-veriş kartları, finalda böyük uduş, Çangan Unize avtomobil qazana bilərsən. Bəxtimiz gətirsən, heç olmasa birini udacaq. Udacaq, udmayacaq, yenə udacaq. Ona görə ki, ovada
məhsullar qənaətdir, keyfiyyətdir. Bundan harda var? Gedirsən, gəlirsən, gedirsən, gəlirsən. Dediyimin hamısını alırsan, ha, eşitdin, yadında qalsın. Yayıncı siyazən proylerdən alarsan. Elə Aləmşah düyüsündən də alarsan. Çünki hər birində şans var. Ben gittim. Getmədin, uçdun. İnşallah ki, sevincimdən burada oynayaram, oynayaram. Ay, mən onları udandan sonra, Çanqarı udandan sonra, burada mənim də ölümüm var. Getdim, Sevgi, sənsən? Hay Sevgi, sensənsə bir hay ver işimizi bilək də biz. Bax, səsini çıxardım. Deyirəm, bəlkə Sevdadır. Ay, yox, Sevda bu boyda pilləkəni bura çıxa bilər. Sevgi, eşitsən məni? Bax, sənsənsə, dey, işimizi bilək, Sevgi, mənə dəxli yoxdur. Bax, indi qapını qıracam, məndə o güc var. Mənə dəxli yoxdur, sən içərdə paltarlansan, paltarsızsan. Səni oradan dartıb çıxardacam bayram. Mən o gücə qadirəm, Sevgi, mənim qapağımı attırma. Həqqi, elə bilmərsən. Deyirəm, bəlkə bu Sevdanın dünənki qohumlarındandır. Biri ilişib qalıb burada. Vallahi olar. Bilək də. Mən gedim Sevdaya deyim bu nə idi başımıza gəldi. Bak ki. Aça bilmirsən qapını? Ha yox bala aça bilmirəm. Dünəndən qalmışam burada. Heyf dökən. İçəri girən kimi mismarı əysən və salam qapı bağlanır. Dünəndən əlləşirəm. Aça bilmirəm də. Baxma, deyirəm birdən nəyəsə ehtiyacın olub eləyər. Bala dünən axşamdan bekarçılıqda bütün ehtiyaclarımı ödəmişəm. İndi gedib malqara görmək istəyirəm. Ehtiyacım var mənim onlara, onların var. Ehtiyacım var, ehtiyacım var. Adamlardan biri burada qalıb. Bilirəm. Sağ olmamışlar, zəng eləmişdilər. Məni qınama. Xətrivə də dəyməsin. Bunlarda biraz çatmır. Xətrimən öşlər, mənim qohumlarımdır. Maqbetin qohumlardır. Ay bacım. Harada qalıb? Bu axşamdan girib tualetə. Bəkdən danış, eşitmirəm. Girib tualetə. Qalıb orada. Səsini də çıxartmır. Qara yerə soxum elə Bunu səni. heç kim bilmir. Arvadı da görmür ki, kişi yoxdur. Ağız, dünən bunlar bilirsən nə hayda idilər. Arvad bilmirdi kişi hanı, kişi bilmirdi arvad hanı. Sən nə danışırsan? Toyda o xartda yedilər. Hələ bilginən ki, Allah iraq eləsin. Bir 3 ayda acdılar. Ondan sonra da stolda nə varsa hamısını yığdılar kloklara. Özdə başladı matani ilə attım oynamağa. Bir də zadı nədə oynadı? Nə bilim təzə zat Hindiska kinodan. O xatuba. Kişilər də onu oynadılar. Ondan sonra özlərini itirdilər. Mən də uşaq olmamış dedim gəl gedək bizə. Gəl gedək bizə. Heç lazım deyildi də. Mən də nə bilim ki, bu girib tualetə ordadır. Mən də bunlarda abır qoymadım, həyə qoymadım, qanacaq qoymadım, mərifət qoymadım. Əcəb elədin. Nəyi var suladım ha. Əcəb elədin. Yağdır oldum ha. Yaxşı elədin. Əlvin içindən gəldi. Suladın, sonra qurulamadın. Nətəri? Yəni deyirəm ağzına gələn dedin sonra bir belə örtbaslı eləmədin. Əcəb elədin. Həri. Bakirə deyinən datsın onu, çıxarsın onu o şeydən, tualetdən düşürsün aşağı. Sevda xanım, davam edə bilərəm? Danış ay bala, danış. Tamam. Növbəti xəbər. Model nənə və babasının geyimləri ilə ən dəblilər siyahısına düşdü. Model əcdadlarının şərəfindən milli geyimlər geyinir. Seul moda həftəsinə nənə və babasının paltarlarını geyinərək gələn qırğız modeli Şadiya İsayeva Vogue jurnalının ən yaxşı geyinən insanlar siyahısına daxil edilir. Şəkil jurnalın veb saytında dərc edilir. İsayeva müsahibəsində qeyd edib ki, bu geyim ideyası moda nümayişinin 4-cü günündə milli geyiminin uyğun olmadığını anlayanda yaranır.
kim nə gəldi eləyir də. Bax, kimin ağlına nə gəldi eləyir. Pisdir, yaxşıdır, amma kreativdir. Bu jurnal da bekar qalıb. Nənə baba paltarı, gedin işinizlə məşğul olun, biz çörəyi qulağımıza yemirik, biz elə şey mi olar, hə? Bu dəbdir, moddur, bunlar hamısı təbliğat məsələsidir. Qardaş, mən uşaq deyiləm, mən ağsaqqalların çayxanasında böyüyə-böyüyə mən ağıllanmışam, elə belə şey deyil. Bu dəbdir, moddur, bu bir sənə nətərdir? Bu bir ara qırış-qırış köynələr moda düşdü. Bu elə belə olmadı ki. Bunu ilk dəfə evdən tələsik işə tələsən adam var, ha. Bu kim eləyibsə, bax, o moda çıxardı. İndi o da biraz hörmət adam olub, onun sözünün zadına biraz inanıblar. Və bu nədir? Ayıb deyil, filan və yoldaşın hara baxırsa da ora. Bura da bir moddur, bir mod, iki mod, 2-3 nəfər də onun kimi geyinib, qırış-qırış köynək mod. Qırış köynək niyə mod olsun, qardaş? Bax, niyə mod olsun? Sonra bu cırıq cinsi var, ha, bu kəşf eləyən. 100% o üstünə it cumur şalvarını cıran adam var. Birinci o kəşf eləyir. Yəni cırıq cins insanın ağlına niyə gəlsin? Yəni nə qədər kreativ olmalısan ki, yəni sən şalvar cırılmalısan, onu real görməlisən. Ha bu da hörmət adam olub. Yəqin bir sözlə inanır. Bir dəfə, iki dəfə, üç dəfə, 5-6 nəfər cırıq cins geyib. Ha bu da olub dəb. Yəni dəb uşaq zat deyil ki, bu 1-2 nəfər geyir, o ona deyir, bu buna deyir. Yəni bu reklamın bir formasıdır. Mən də uşaq deyiləm. Mənə də reklamlar gəlir də, mən də bilirəm bu nə oyunlardır. O gün görürəm bir dənə molda bir dənə qız şey yaradıb. Özünə bir dənə geyim dükanı brend yaradıb. Elə eskalatordan düşür, əlində 10 dənə onun paketlərindən üstündə o. Belə düşür, belə hamı da deyir, bu nə deyir bu? Elə qızlar çıxır əlində, bu hamı ora, gedin. Mən onu, o reklamları qaqa 15-20 manata yazan adamam, mən ən bahalı yazan adamam. Mən elə şeylər şeyləmir yəni. Bizim yaşımızda olan adamlar, biz nə dəblər gördük, qardaş. Bax, putulka şal var, trapez şal var, nə bilim, saçı arxadan uzatmaq, saqqal saxlamaq, nə bilim, bığı belə burmaq, qaşı ortadan belə çərtmək. Biz hər cür mod görmüşük, hər cür mod. O vaxtı 2002-ci ildə Ronaldo bir dənə saç qıxdırmışdı. Yanları kim keçər, kim keçər. Üstü də elə ki, səməni kimi tük. Bütün hamı saçımızı elə qıxdırmışdı. Dəb belədir, bir nəfər görür xoşuna gəlir, 5 nəfər, 10 nəfər kütləvi hal aldısa bu biabırçılıq deyil. Bunun adı dəbdir. Biz uşaq zat deyilik, bizə belə hər şeyi belə yerdə bilməzsiniz. Bəxtəvər başla, nenəndən yenə bir şalvar köynəyi qalıb. Mənim babamın 98 yaşı vardı öləndə. Bir dənə əyində şalvar var idi. Drafdan. Dalında da ştapilinin yamağı. Şalvar da nə gündə idi? Nə gündə idi şalvar? Oy! Onu mən giyinəydim. Gələydim o zada, o yarış yerinə. Məni oxarda döyərdilər. Oxarda məni döyərdilər də. Travertim elə o şalvarla qarışıq yapışıb qalardı orada. Bəxtəvər yarayanların başını, nə deyim? Bəxt yaxşı şeydir. Oy. Oy. Ya. Yaxşısan? Bəbət, Ha? mən deyirəm ki, mən bir evin gəlini ola bilərəm. Bənə? Məndə o potensial var. Bax, mən bu qədər iş görüb, o neçə saatdan sonra indi dincəlirəmsə, mən bilirəm ki, mən eləyərəm. Məndə var o potensial. Sən belə bilirsən kimsən? Sən xalqın gəlinlərinə nə istəyir ki? Sən bursa özünü işə verən deyilsən. Hambalıq salırsınız qabağa, qabağınızda işləyən var da. Amma mən biləsən ki, o qohumlar mamanın acığına verirlər. Biləsən onu, yəni. Hə. Eləyərlər. Onlarda elə sıfat vardı ki, az eşidirsən, torbalara bax, həyətdə də 4 dənə torba dolubdur. Hər biri də ən azı bir 30 kilodur. Nə qariblar evləri tikilmişlər. Deyirəm, belə getsə kamaz çağırmalı olacaq, zivil daşımağa. Qohumlar bağlayasın, kamazın dolub, sürəsən belə yoxdur, vurasın divara. Eşidirsən, gör nə deyirəm. Mən dahi səsimi çıxarmadım. İntihası bunlar mən bir dənə jaketimi, bir dənə şərfimi, 2 dənə də davanı belə olan ayaqqabımı, bir dənə də beləncə qlarçım var idi. Toya yasa gedəndə götürdüm özümdən. Nə? Qlarç. Bir üstündə belə qaşı da vardı. Qüdrət gətirmişdi Rusiyadan o vaxtı. Götürüb gediblər. Mən də səsimi çıxarmadım ki, eyb yox, başımın sadağası olsun. İndi səndə sırazu bildirdi paltalarını ki, nəyi götürürlər, nəyi götürmürlər. Məndə
o qədər paltar var ki, mən də bilmirəm. Bəlkə elə məndə də götürüblər. Bəlkə elə mənim də o bahalı. Az götürüblər də sözü 100%. Gedək eşələnək. Gedək baxaq görək nə var, nə Allah yoxdur. yoruldum Eda, mən daha işləmək istəmirəm. Gedək baxaq da. Da bilmirəm. Çox bahalı şey olsa zəng eləyərik gəl. Ne var? İndi nə tapdın? Hiç orasında da ki tapmadım. Uf. Hər Nə? şeyimi götürüblər mənim. Nəyi? Bunu almışdı, bunun üstünü götürüblər. Bunun da altını götürüblər. Az nə olacaq? İt aparan olsun. Elə bilərsən ki, cırılıb geyib atmısan. A nəyə atmışam? Mən o boyda bahalı paltarlar almışdım. Mən heç onu bir dəfə geyinməmişəm. Nə danışırsan sən? Azan, sən onu deyirsən, mənim ipdən asdığım kalqutqalarımı götürüb aparıblar. Alüminium üzüklərimi aparıblar, Allah. Mən nə danışım, sən nə danışırsan? Alüminium nə deyir? Ayda. Bunun da altında indi boğuşuruyum. Mən gedirəm mamaya danışma. Bəlkə qızıllarını götürürlər mamanın. Bu problemlidir. Ha ta heç nə özün bilərsən. Qoy. Ay Allah. Ay Allah, mənim bu başımın doğu haçan açılacaq. Ay Sevda xanım, Ha, o tualetdə ilişib qalan qohumumuz qaçdı. necə qaçdı? Ay yox, mən ona dedim ki, Sevda xanımın bəs sənə 2 kəlmə sözü var. Ha. Dedi ki, gələn ay onsuz da Bakıda yenə toyumuz var da, gələndə burada gəlib qalacaq. Başqa kimimiz var ki, bizim onda sözünü deyər bizə. Deyirdi sənə Allah vurmuşdu. Həri, mənim öyüm sənin üçün nədir? Oteldir, gecə qondudur. Sən eləsən, bir qələt də eləmişdim. Mənim bundan sonra öyümü siz görməyəcəksiniz. Gələn ay toya gəlirəm. Qəllət eləyirsən, toya gəlirsən. İşim gücüm qutarmışdı elə. Ələ əyridir bundan. Hardan tapdı gətirdim ama. Ha, Get dur. qızıllarımı yoxlatdır. Qızıllarımı get. Bir baxışla gör neyim var, neyim yox. Mənim o finkaba əlim ayağım əsrəyib bütün. Mən Ne oldu çalmışdı be? bahalı o Swarovski. Hə. O üstünü götürüblər, oğurlayıblar. De bunu da. Bunun da altlığı yoxdur. Nə olsun əynim olmur. Mən giyinəcəydim də bunu. Mənim də borc dəftərim vardı. Kimə nə verəsiydim ha, hamısı orada yazılmışdı, onu da götürüblər. Qapıdan çıxanda itin yeməyi də götürüb aparıblar. Bu yaz mənim indi yadıma düşürüb, mənim də pijamamı götürüblər, bunlar. Sən gölüyündə? Sən yerində Sən gələ, düz deyirəm amma da sən gələ. Bir sən gələ, bir nə demək hardadır? Başım aparma, başım ağrıyır. Başımın doğu hələ açılmıyor. Mən onların üçün sən gələ bilmərəm. Ölüb yerə girərəm. Onlar mənim. Onlar mənim elə şeyimi aparıblar ki. Nəyi? Mən onun adını çəkə bilmərəm. Xəcalətimdən. Nədir ki o? Nədir ki Sevda xanım? Nəyi? Nəyi götür? Nəyi? Bəlkə bir sənə deyə bilərəm. Geçirdi biz bir an kimi. Her gün yenilenip olduk yepyeni. Bu bizim obamızdı. Yakın komşuların doğma bildiği. Samimi mihriban on elin komşusu. Sizinle yan bayan on elin komşusu. En yakında olan on elin komşusu. Her zaman el çatan on elin komşusu. O hem çalışkandır hem nezaketli.
düşüb canıma, qara göz yaşını sil qanoyalım. Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macərası serialı bitdi.